Hər iki peşəkar mütəxəssisimizə sualım var ki, mənim ətrafımda bir çox valideynlər var. Onların övladların 5 yaşında olan var, 10 yaşında olan var, hətta 15 yaşında olan var. Uşaqlarla danışıq tərzini özüm üçün şərh edirəm, analiz edirəm ki, necə danışırlar övladları ilə və uşağına bir uşaq dilində danışmaq və yaxud da uşağın 15 yaşında uşaqla 5 yaşında uşaq kimi danışmaq, hətta simvolik bir adlar səsləndirmək nə dərəcədə uşağın nitqinə təsir edir? Sizcə bu onları mənfiyə doğru aparmırmı? Cümlələri düzgün qurmurlar və sonra bunun üstündə də böyük problemlər yaranır və bunlar buna görə mütəxəssisə müraciət edirlər. Siz fikirləşirsiniz ki, başqa məsəl üçün türklər, Avropada, onlar hamısı uşaqları ilə sanki böyük insan kimi danışırlar. Yəni mən görməmişəm başqa bir sanki millətdə ki, elə bir tamam, yəni danışarsan, zarafat eləyirsən uşağınla. Əlbəttə ki, o nə eşidirsə, onu da götürür. Uşaq ümumiyyətlə deyirlər pambığa, maçalkaya bənzər bir şeydir. Nə görürsə onu da yığır, sizin davranışlarınızı təkrarlayır və əlbəttə ki, sözlərimizi təkrarlayır. Təbii ki, ailənin güzgüsüdür uşaq, bəli. Bəli, ona görə burada sual uşağa yox, burada uşağı valideynə yaranır ki, əgər sən davamlı şəkildə problem yaşamaq istəyirsənsə, davamlı bir şəkildə onu cücü, salam, necəsən, sonra deyirsən, bilirsiniz, bu psixoloji problem nəyə görə yaranır? Uşaq infantil. Infantil nə deməkdir? Yəni, böyümək istəmir. Axı, ondan uşaq kimi davranırlar. Ona daha elə xoşdur. Bəli, yəni, neynirəm bu sərbəstliyi, neynirəm daha da güclü olum, daha da hər şeyin öhdəsindən gəlim. Mən elə valideyn də bir növ bəlkə də uşağını böyümək istəmir, bəlkə bu psixoloji faktordur, şuuraltı ki, böyük məsələ balaca qalsın, mən onu hep əzizliyim, ona görə belə danışım onunla, ertəliyim onun inkişafını, o da tam olaraq hər zaman mənə möhtac olsun. Sonra da bunun üzərində problem yaranır. Bu niyə belədir? Bu niyə özü yemir? Niyə geyinmir? Bəlkə şəraitsən qurmuşsan. Yox, mən onu çox istəyirəm. Neynim, atım uşağımı, tuluyum küçəyə edirəm. Yox, yəni sadəcə daha da dayaq olun, yəni dəstək olun. Sevin, əlbəttə ki, sevin. Amma bu şəkildə yox.